Biz xoşbəxtliyi hər zaman nəyəsə bağlayırıq. Məsələn, həyatımda bu dəyişsə çox xoşbəxt olacağam, bunu alsam çox xoşbəxt olacağam. Lakin bu belə deyil. Bir tort düşünmənizi istəyirəm. Bu tortun %50-si balans nöqtəsidir. Hansı ki, bəzilərimiz xarakter olaraq daha xoşbəxt olur. %50 hissə isə tamamilə bizdən asılı olan hissədir. Bunun %10-u bizim günümüzdə xoşbəxtlik dediyimiz və bizdən asılı olmayan hadisələrdir. Məsələn, bunu dəyişdirsəm çox xoşbəxt olacağam, bunu alsam çox xoşbəxt olacağam, lakin bu əhəmiyyətsiz hissədir. Bunun səbəbi isə biz həmin şeyi əldə etdikdən sonra bir müddət sonra artıq həmin hadisə və yaxud da həmin əşya bizə xoşbəxtlik verməməyə başlayır. Çünki artıq bizim üçün adiləşmiş olur. %40 hissə isə bizə düşən hissədir. Bu %40 hissə ilə biz həyatımızı çox böyük ölçüdə dəyişə bilərik. Pasiv bir şəkildə xoşbəxt olmağı gözləmək yerinə aktiv bir şəkildə bunun üçün çabalamaq lazımdır. Yəni xoşbəxt olmağı öyrənmək lazımdır.